Amerika İcmalı proqramında xoş gördük. Vaşinqtonda Amerikanın səsinin televiziya studiyasında Dilşad Əliyarlıdır. Bugün Amerika İcmalının əsas mövzuları. İkinci cinayət işi Turan Mustafayevin şikayət əsasında özünü öldürmə həddinə çatdırma, yəni intihar hadisəsi ilə bağlı. Həbsdə olan araşdırmacı jurnalist Xədicə İsmailin vəkili ilə müsahibə. Dövlət Departamentinin insan haqlarına dair illik hesabatı Azərbaycanda basqılar haqda. Prezident Obama Avropa liderləri və Yunanistan hökumətinin iqtisadi böhrandan çıxış yolları tapacağına inanır. Birləşmiş Ştatların Ali Məhkəməsinin tarixi qərarı ilə həmcinslərin evliliyinə icazə verilib. Müsəlmanlar haqda komediya filminin reklamları New Yorkda. Növbəti Amerikanı proqramında Birləşmiş Ştatların yarandığı tarixi Filadelfiya şəhərindən xüsusi reportaj. Vəkil Fariz Namazlı Amerikanın səsinə müsahibəsində jurnalist Xədicə İsmailovaya qarşı cinayət işinin yekunlaşması, jurnalistin cinayət işi ilə bağlı qeydləri və ictimaiyyətə mesajlarından danışıb. Bakı müxbirimiz Tapdıq Fərhadoğlu'nun Fariz Namazlı ilə keçirdiyi müsahibəni təqdim edirik. Jurnalist Xədicə İsmailovaya qarşı cinayət işinin istintaqı başa çatıbdır. İstintaq işinin yekunlarını necə qiymətləndirirsiniz? Deməli, Xədicə İsmailovaya bildiyiniz kimi 3 ayrı-ayrı ittihamlar irəli sürülmüşdü. Bunlardan biri 2014-cü fevral ayında başlanmışdı. Dövlət sirrinin yayılmasına görə cinayət işi başlanmışdı. İkinci cinayət işi Turan Mustafayevin şikayət əsasında özünü öldürmə həddinə çatdırma, yəni intihar hadisəsi ilə bağlı cinayət işi başlandı və həmin ittiham üzrə həbs olundu və nəhayət 3-cü fevral ayında, yəni bu ilin fevral ayında ona əlavə olaraq Azadlıq Radiosunun fəaliyyəti ilə bağlı yeni ittihamlar verildi. Və hazırda cinayət işi istintaqı yekunlaşdı və biz iş materiallarına tanış olarkən məlum oldu ki, onlar dövlət sirrini təşkil etmə maddəsi üzrə verilmiş ittiham üzrə, yəni cinayət təqdiminə ixtam veriblər. Amma digər maddələrlə bağlı ittihamlar qüvvədə qalıb və iş hazırda məhkəməyə göndərilir. Hazırda yəni cinayət işinin materiallarla tanışlıq mərhələsidir. Çox güman ki, bu həftə tanışlıq yəni bitəcək və daha sonra yəni prosedur qaydasına uyğun olaraq yəni bizim vəsadətlər olacaq və vəsadətlərin təmin olunub olmamasına asılı olmayaraq yəni növbəti prosessual addımlar həyata keçiriləcək. Çox güman ki, yəni iş məhkəməyə getdikdən sonra təxminən yəni 20 gün, 1 ay ərzində yəqin ki, məhkəmə prosesi başlayar. Necə qiymətləndirirsiniz? Yəni açığı indi iş materiallarına bağlı konkret təbii ki, ayrı-ayrı detallara varmaq düzgün deyil, çünki bu istintaq sirrinin yayılmasına səbəb ola bilər. Amma ümumilikdə qeyd edeyim ki, ümumiyyətlə həmin təxminən 15 cild, yəni cinayət işidir materiallar. Həmin bu cildlərdə ümumiyyətlə Xədicə İsmailovanın təqsirini təsdiq edəcək hər hansı bir sübut yoxdur. Yəni ümumi sözlər konkret bir nəfər şəxsin ifadə əsasında qurulmuş bir iddiamdır və o da sonunda bildiyiniz kimi öz şikayətindən imtina edib. Xədicə İsmailova istintaq materiallarına xüsusi qeydlər edibmi? Fikri nədir? O ümumiyyətlə Xədicə İsmailov elə bir insandır ki, o yəni pozitiv, yəni ümumiyyətlə hər bir şeydə, hər bir məsələdə bir xüsusi bir mənalar axtarır, yəni pozitiv, müsbət nöqteyi nəzərdən. Yəni ta əvvəldən o həbs olunduqdan sonra indiyə qədər məsələn hansısa bir iş materiallarına tanış olanda və protokollara qeyd verəndə hər zaman ora öz xüsusi bir yəni bir müsbət bir aurasını göstərir və qeydlər eləyir və təbii ki, iş materiallarında da belə bir qeydlər yəni çox sayılıdır. Məsələn, tutaq ki, ona bildirir ki, məsələn, iş materialına tanış olma hüququnuz var, o da göstərir ki, ay nə gözəl, yəni nəhayət ki, mənim də hansısa bir hüququm var və bu hüququm prokurorluq tərəfindən tanınır və ya tutaq ki, vəsadət verir ki, məsələn, hansısa bir vəsadət verir, vəsadət təmin olunmur, yazır, çox təəssüf və qəmgin smailik qoyur. Yəni, bu kimi ifadələrdən istifadə edir. Səhhəti necədir? Səhhəti ilə bağlı elə ki, bir şikayət olmuyor. Yəni, həbs edildikdən sonra və indiyə qədər də hər hansı bir şikayət olmayıb. Jurnalistin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması bəyanatları varmı? O ümumiyyətlə, yəni həbs olunanda, yəni o jurnalist olduğuna görə, araşdırma yazılar yazdığına görə həbs olunur və hər zaman da o məhkəmə proseslərində də bildirilir ki, yəni mən məhz yazılarıma görə həbs olmuşam və hətta mən həbs olunsam belə yenə də o yazılar yazılacaq və hər zaman da jurnalistlərdən hər zaman xahiş edir ki, yəni onlara səslənir ki, yenidən yazsınlar, yəni araşdırma yazılar yazsınlar. İndiki anda jurnalistin həbsdən azad edilməsi üçün imkanlar varmı? O barədə konkret bir söz demək olmaz, çünki indi məhkəmə prosesində təbii ki, bizim verəcəyimiz vəsatətlərdən biri ümumiyyətlə həm işin icraatına xitam verilməsi, bu təmin olunması, onun barəsində ev tutsaqlığı qəti imkan tədbirinin seçilməsidir, onunla bağlı vəsatət veriləcək, amma
Ümumi istintaq dövründə biz dəfələrlə vəsadətlər qaldırmışdıq. Həm həbs qətimkan tədbiri müddəti uzadılarkən və biz vəsadət verir ki, ev dustaqlı qətimkan tədbiri seçilsin. Yəni bu bizim verdiyimiz vəsadətdə heç zaman təmin olunmurdu və məhkəmə də hər hansı bir xüsusi bir qeydlər göstərmir, səbəb göstərmir ki, nəyə görə Xədicə İsmayılov həbsdə qalmalıdır. Amma güman edirəm ki, bu yenidən məhkəmə prosesində də davam edəcək və çox güman ki, bizim onun azadlığa çıxması üçün verəcəyimiz vəsadətlər təmin olunmayacaq. Dövlət Departamentinin dünya ölkələrində insan haqlarının durumu ilə bağlı açıqladığı hesabatda əsas diqqət terrorçu qruplaşmalara, korrupsiya və yoxsul dövlətlərdə idarə etmə problemlərinə yönəlib. Hesabatda Azərbaycanda insan haqlarına, baskılara da geniş yer verilib. Daha ətraflı növbəti reportajımızda. İslam dövləti kimi ekstremist qruplar Misir kimi ölkələrdə repressiyalar və Ukraynanın şərqində olduğu kimi münaqişələr artmaqda davam edir. Sənədi təqdim edən Birləşmiş Ştatlar Dövlət katibi John Kerry 2014-cü ilin insan haqlarının ən çox pozulduğu il olduğunu deyir. Bu hesabatda sevindirici hal odur ki, bəzi ölkələrdə insanlar azaddırlar və onların haqları qorunur. Hesabatda İslam dövləti kimi radikal qruplaşmaların İraq və Suriyada törətdikləri cinayətlər üzündən humanitar böhranlar və milyonlarla insanın didərgin düşməsi pislənir. Afrika, hökumətdə korrupsiya, zəif idarə etmə, Boko Haram və Əl-Şəbab kimi qrupların fəaliyyətinə imkan verildiyi deyilir. Hökumətə inam itəndə belə cinayətkar qüvvələr boşluğu doldurmağa çalışır. Avropa, Azərbaycanda hökumət ədliyyə sistemindən dinc fikir ayrılıqlarını cəzalandırmaq üçün istifadə edir. Bu sıraya arbitrar həbslər, saxlanmalar, siyasi motivli hökmlər, hüquqi prosesin yoxluğu və uzunmüddətli məhkəmə öncəsi saxlamalar daxildir, deyə Dövlət Departamentinin hesabatında bildirilir. Hesabatda Azərbaycanda insan haqları ilə bağlı çox sayda problemlər sadalanır. Başlıca problemlər olaraq hökumətin siyasi azadlıqlara qoyduğu məhdudiyyətlər, arbitrar həbslər, müstəqil mediaya və vətəndaş cəmiyyətinə baskılar vurğulanır. Rusiya artıq media, vətəndaş cəmiyyəti və müxalif səsləri susturmaqda davam edir. Asiya, Çin və Taylandda vətəndaş azlıqları boğulur. Latın Amerikası, Venezuela hökumətinin tənqidçiləri təqib edilir və həbsxanalara salınır. İran, Eritriya, Efiopiya və Səudiyyə Ərəbistanında jurnalistlər, blogerlər və zorakılığı tənqid edənlər təqib edilir. Birləşmiş Ştatlar rəsmiləri vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin artdığı bir vaxt bəzi nailiyyətlərin də qeydə alındığını bildirir. It's threatening to many authoritarian governments and that can be very depressing. Bu, bir çox avtoritar hökumətlərə hədədir. Rusiya, Çin, Azərbaycan və Efiopiya kimi dünyanın bir çox ölkəsində təzyiqlər fəallığın effektivliyini göstərir. Bu, dünyanı demokratik azadlıqlara ehtiram yoluna yönəldir. It has moved the world towards greater respect for democratic freedoms. Dövlət katibi keçən il Birləşmiş Ştatlarda da irqi zəmində baş qaldıran problemlərə görə üzr istəyib. John Kerry problemli regionlarda insan haqlarının müdafiəsi yolunda dəyişiklik olacağına ümid bəslədiyini bildirib. Vaşinqtondan Nərinə Cəlal, Amerikanın səsi. Prezident Obama bildirib ki, Amerikalılar Yunanistanda maliyyə böhranının dünya bazarlarına təsiri ilə bağlı narahat olmamalıdır. Cənab Obama Avropa liderləri və Yunanistan hökumətinin ölkənin böhrandan çıxarılması üçün yollar tapa biləcəyinə əmin olduğunu bildirib. Yunanistanda iyulun 5-də baş nazir Aleksis Tsipasın beynəlxalq kreditorların təklifinə cavab olaraq çağırdığı referendum keçiriləcək. Təklif rədd edilsə, Yunanistan Avropa zonasından çıxa, qəbul edilsə isə cənab Tsipasın hökuməti süquta uğraya bilər. Yunanların çoxu Avropa İttifaqının valyuta zonasında qalmasına üstünlük verdiklərini bildiriblər. Biz bunu aydın bildirmək istəyirik ki, hə demək Yunanistana kömək etmək deməkdir. Ona görə yox ki, biz baş verənlərlə və ya bu tədbirlərlə razıyıq. Ona görə ki, bizim fikrimizcə bu müflis olmaqdan daha yaxşıdır.
Avropa İttifaqı liderləri rəsmi Afinanı təqaüdlərin ixtisar edilməsi və vergilərin qaldırılması kimi ölçüləri qəbul etməyə razı salmağa çalışsa da, eyni zamanda Yunanistanda maliyyə böhranının beynəlxalq bazarlara təsir göstərə biləcəyindən də narahatdır. ABŞ prezidenti Barack Obama Amerikalıları maliyyə böhranının təsirlərinə məruz qalmayacaqlarına əmin etməyə çalışıb. Bu, əsas Avropanı narahat etməli olan bir məsələdir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, burada olduqca çətin iqtisadi dövrdən keçmiş bir ölkə var və bu ölkə iqtisadi inkişaf yolu tapmalı və Avrozonasında qalmalıdır. Bununla belə cənab Obama etiraf edib ki, Yunanistan böhranını tamamilə nəzərə almamaq olmaz. O deyib ki, maliyyə bazarlarında hər hansı bir problemin həll edilə bilməsi üçün Birləşmiş Ştatlar, Avropa Mərkəzi Bankı və başqa beynəlxalq maliyyə qurumları ilə bərabər iş aparır. Adi baxışda Amerikalılar üçün bu, sistemə böyük təsiri olacaq bir məsələ deyil. Lakin bu, Yunan xalqı üçün çox ağırlı məsələdir və bunun Avropada inkişafa olduqca böyük təsiri ola bilər. Cənab Obama deyib ki, Avropa iqtisadiyyatında tənəzzül baş versə, bunun dünya iqtisadiyyatına da təsiri olacaq. Prezident Obama Birləşmiş Ştatların Avropa tərəfdaşları və Yunanistan hökumətini müzakirələri davam etdirməyə çağırdığını bildirib. Birləşmiş Ştatların hər yerində həmcinslərin nikahı artıq qanuni sayılır. Ali Məhkəmə Amerika Konstitusiyasında təsbit edilmiş azadlıqlar və müdafiənin həmcinslərə evlənmək haqqını təmin etdiyinə dair qərar verib. Məhkəmə üzvlərinin çıxardığı qərarla ciddi sosial problem və vətəndaş hüquqları uğrunda mübarizənin mərkəzində olan bu məsələ hüquqi şəkildə həll edilib. Ali Məhkəmənin bu əlamətdar qərarından sonra homoseksualların hüquqlarını müdafiə edən fəallar hədsiz sevinç hissi keçirir. Bu bizim üçün, mənim və həyat yoldaşım üçün gözəl gündür. Mən şadam ki, biz nəhayət ikinci dərəcəli vətəndaşlar deyilik. Şikayətçi Jim Obergefell uzun zamandır mərhum yoldaşı ilə nikahının qanuniləşdirilməsi uğrunda mübarizə aparıb. Prezident Barack Obama bu qərarı ədalət sistemində göy gürültüsü adlandırıb. Bu qərar milyonlarla Amerikalının ürəklərində olan inamı bir daha təsdiq edir. Bütün Amerikalılar bərabər hüquqlara sahib olduqda biz daha da azad oluruq. Bu qərarın əleyhdarı. Biz Allahın mənəvi normalarını geridə buraxdıq və nəticələrindən əziyyət çəkəcəyik. Allaha istehza etmək olmaz. Hüquqşünaslar arasında fikir ayrılıqlarına dözümlü yanaşma mövcuddur. Vəkil Austin Nimax. Biz ümid edirik ki, nikahın bir kişi və bir qadın arasında olmasına inanan milyonlarla Amerikalı bu həqiqəti cəmiyyətimiz və mədəniyyətimizdə təbliğ etməyə davam edəcək. Georgetown Universitetinin hüquq professoru Nan Hunter isə bu mədəniyyətin təkamül yolu keçdiyini deyir. Mən Amerikanın sadəcə bugün dəyişdiyini düşünmürəm. Məncə məhkəmə də bunu dedi ki, biz bugün Amerikanın artıq necə dəyişdiyini görürük. Rəy sorğuları homoseksualların hüquqlarını dəstəkləyən gey və heteroseksual gənc Amerikalıların sayının artdığını göstərir. Mən heteroseksualam, ona görə də bu qərar mənə təsir etmir. Amma mən buradakı hər kəs üçün sevinirəm. Fəallar homoseksualların hüquqları uğrunda mübarizənin hələ də başa çatmadığını deyir. Amma bəzi ştatlarda digərlərində evlənə bilməyənlər indi artıq bunu Amerikanın istənilən nöqtəsində edə bilərlər. Vaşinqtondan Əziyə Göyzadə, Amerikanın səsi. Dünyanın ən böyük nəqliyyat departamentlərindən biri olan New York şəhər tranzit sistemi federal məhkəmədə filmlərini reklam etmək istəyən 2 müsəlman komediya ustası və film istehsalçısının ittihamları ilə üzləşib. Metropolitan Tranzit İdarəsi keçən ilədək müsəlmanlara qarşı reklamları qəbul etməsinə baxmayaraq, indi müsəlmanların lehinə olan reklamı qəbul etməkdən imtina edib. İddiaçı tərəf bunun onların Birləşmiş Ştatlar Konstitusiyasının 1-ci maddəsinə əsasən təsbit edilmiş hüquqlarının pozulması olduğunu deyir. Mübahisə Xəbərdarlıq Müsəlmanlar Gəlir adlı filmin ictimai nəqliyyatda reklamı ətrafında yaranıb. Problem bu filmin reklamı ilə əlaqəlidir.
Filmin prodüserləri Vaguel Qualified Production şirkətindən komediya ustaları Negin Farsad və Din Obeydallah Nəqliyyat Departamentinin metroda filmin reklamına icazə verilməsinə dair imzalanmış razılaşmanı yerinə yetirmədiyinə görə məhkəməyə veriblər. Onlar təxminən $20,000 qədər vəsait sərf edib. Reklam kampaniyasına razılıq verdikdən sonra indi metro rəsmiləri bildirir ki, filmdə münaqişəli siyasi mövzu var. Siz yumoru qadağan edə bilməzsiniz. Müsəlmanlar insandır. Onların da yumoru var kimi mesajı qadağan edə bilməzsiniz. Bu kimi şeylərlə bağlı ağlabatan mübahisə aparmaq çətindir. Buna görə də biz düşünürük ki, metro rəsmiləri səhv qərar verib. Metro rəsmiləri anti-İslamçı fəal Pamela Geller tərəfindən sponsorlaşdırılan reklamları siyasi mesaj olaraq qəbul etdiyinə görə avtobuslardan yığışdırmaq təşəbbüsündən sonra məhkəmə ilə üzləşməli oldu. New York nəqliyyatını izləyən Gene Rashinov metronun bu qərarını mənasız adlandırır. New York şəhərində metroda azad sözün olması çox əhəmiyyətlidir. New Yorkda yaşamayanlar buranın küçələrini ünsiyyət qurmağı, platformalarda çalınan musiqiləri sevirlər. Xəbərdarlıq, müsəlmanlar gəlir. Filmi hazırda bəzi kinoteatrlarda nümayiş edilir və metro reklamları bu iki komediya ustası üçün çox vacibdir. Onlar metro rəsmiləri tərəfindən aldadıldığını düşünür. Müsəlmanların frittata yeməyini sevməsində nə siyasi mesaj ola bilər ki? Ya da digər afişalarda olduğu kimi, müsəlmanlar çox şeyi bəyənmir. Məsələn, yayda qış papağı geyən adamları. Mədəni şüara malik bu komediya ustaları təkcə öz yumor dolu fikirləri ilə deyil, müxtəlif baxışlara malik başqalarından da öz görüşlərini ifadə etməsi üçün yol açır. Vaşinqtondan Anar Fərəcov, Amerikanın səsi. 4 iyul Amerika Birləşmiş Ştatlarında müstəqillik günüdür. Növbəti Amerikana proqramında Emil Quliyev bizi ABŞ-ın istiqlaliyyət beşiyi kimi tanınan Filadelfiya şəhərinə dəvət edir. Salam hörmətli tamaşaçılar, Amerikana proqramı yenidən sizinlə birlikdədir. Bugün Filadelfiya şəhərindəyik. Amerika tarixinə qızıl hərflərlə yazılmış müstəqilliyin əldə olunduğu şəhər. Filadelfiya şəhəri ilk konstitusiyalı demokratiya olan ABŞ-ın müstəqilliyi ilə bağlı bir çox tarixi hadisələrin vətənidir. ABŞ-ın istiqlaliyyət bəyannaməsi şəhərdəki istiqlaliyyət zalında dünyaya göz açıb. 1732-1756-cı illərdə Pensilvaniya parlamenti kimi inşa edilən bu bina sonradan 2-ci Kontinental Konqresə və Konstitusiya qurultayına ev sahibliyi edib. 1775-ci il iyunun 14-də isə bütün koloniyaları təmsil edən 2-ci Kontinental Konqres George Washingtonu hazırki istiqlaliyyət zalında ordunun baş komandanı elan edir. Bələdçi William Watson binanın orijinalının saxlandığını deyir. Burada istiqlaliyyət bəyannaməsinin müzakirə olunduğu zal var. Bura ABŞ-ın doğulduğu yerdir. Bağlı qapılar arxasında keçirilən gizli müzakirələr və səsvermədən sonra istiqlaliyyət bəyannaməsi qəbul edilib. İlk səsvermə 1776-cı il iyulun 2-sində keçirilsə də, bəzi düzəlişlərdən sonra səsvermə yenidən iyulun 4-də baş tutub və son bəyannamə məhz bu otaqda təsdiq olunub. ...1776-cı il iyulun 8-də istiqlaliyyət bəyannaməsi ilk dəfə ictimaiyyət qarşısında oxunur. Şəhərdəki digər tarixi məkanlardan biri də elə bununla bağlıdır. Azadlıq zəngi. İngilislərdən qalan ənənəyə görə ictimai xarakterli oxunuşlardan öncə insanların diqqətini cəlb etmək üçün şəhərdə zəng çalınardı. Bu bəyannamənin oxunuşundan öncə də istiqlaliyyət zalının qülləsindəki zəng azadlığı bəyan edərcəsinə gür səslə çalınır və bir zamanlar ingilislər üçün çalınan bu zəng bu dəfə ingilislərdən azad olmanı bəyan edirdi. Azadlıq zəngi sonuncu dəfə 1846-cı ildə George Washingtonun doğum gününü qeyd etmək məqsədilə çalınır
və o zaman üzərində çat əmələ gəldiyi üçün bir daha ondan istifadə edilmir. Qüllədən endirilərək muzeyə yerləşdirilən zəng azadlıq zəngi kimi tarixə düşür. Filadelfiya Amerika tarixində başqa bir mühüm hadisəyə də ev sahibliyi edib. Müstəqillikdən 11 il sonra ABŞ Konstitusiyası bu şəhərdə, elə haqqında danışdığımız İstiqlaliyyət zalında qəbul olunub. Bu, dünyada hazırda qüvvədə olan ən qədim konstitusiya hesab edilir. Bura assambleya otağıdır. Burada əvvəlcə İstiqlaliyyət bəyannaməsi, 12 il sonra 1787-ci il may-sentyabr aylarında isə ABŞ Konstitusiyası müzakirə və qəbul olunub. Deyilənə görə binaya İstiqlaliyyət zalı adını o zaman buranı ziyarət edən məşhur fransız memar Markiz de Lafayette verir. Hər il, xüsusilə 4 iyul ərəfəsində şəhəri nəinki Amerikalılar, hətta dünyanın bütün ölkələrindən olan milyonlarla insan ziyarət edir. Jason Hu Filadelfiyaya Tayvandan gəlib. Mən dünyanı gəzirəm. Filadelfiyaya gəlişimin səbəbi Amerika mədəniyyətini başa düşmək, azadlığın mənasını anlamaqdır. İstiqlaliyyət zalı və azadlıq zəngində oldu. Bu yerlər Amerika və demokratiya üçün böyük əhəmiyyət kəsb edir. Amerika istiqlaliyyətinin ən görkəmli xadimlərindən biri Filadelfiyanın sevimli sakini və adı bu şəhərlə bərabər olan Benjamin Franklindir. Şəhərdə onun ev muzeyi ilə yanaşı bir çox xatirə məkanları var. Benjamin Franklinin məqbərəsi isə həm turistlər, həm də yerli əhalinin ən çox ziyarət etdiyi yerlərdəndir. I'm Ray Tice. I'm a history major. Mən tarix fakültəsində oxuyuram. Anamla buraya ona görə gəlmişəm ki, ABŞ-ın müstəqillik tarixi ilə bağlı olan bütün məkanlarla birbaşa tanış olum. ABŞ Britaniyalılardan burada azad olur. Amerikanın konstitusiyası da burada imzalanıb. Filadelfiyada simvolik yerlərdən biri də arxamda gördüyünüz bu kiçik, ancaq tarixi evdir. Belə ki, burada yaşayan Betsy Ross adında qadın ilk dəfə Amerika bayrağını burada tikib və növbəti 50 il ərzində Amerika hökumətini bayraqlarla təmin edib. ...1776-cı ilin mayında 24 yaşlı Betsy Ross'u qəbul edən baş komandan George Washington ona ən tez zamanda Amerika bayrağını tikməyə tapşırır. Ross isə bayraqların tez başa gəlməsi üçün üzərindəki 13 ulduzun Washingtonun dediyi kimi 6 yox, 5 güşəli olmasını məsləhət görür. Beləliklə 5 güşəli 13 ulduzlu və 13 zolaqlı göy-qırmızı bayraq Amerikanın ilk bayrağı olur. Bugün Amerikalıların ölkə boyu fəxrlə dalğalandırdığı müasir 50 ulduzlu bayraq isə 1756-cı ildə Alyaska və Havay adalarının ştat kimi daxil olunması ilə formalaşıb. Filadelfiyadan Amerikana proqramı üçün Emil Quliyev, Amerikanın səsi. Vaşinqtondan Amerika İcmalı proqramında görüşümüz bununla sona çatır. Siz hər həftə efirə çıxan proqramlarımızı Amerikanın Səsinin Facebook və Twitter səhifələrində, habelə Azərbaycan xidmətinin web saytında izləyə bilərsiniz. Səhifəmizin ünvanı www.amerikanınsəsi.org-dur. Mən Dilşad Əliyarlı sizinlə xudafizləşirəm. Sağ olun, gəlin görüşədək.
В июне в США было создано 223 тысячи рабочих мест. Уровень безработицы сократился на 0,2% и ныне составляет 5,3%. Это самый низкий показатель с 2008 года. Президент Обама отметил, что необходимо работать не только над сокращением уровня безработицы, но и над ростом зарплат. На атлантических пляжах США в этом году произошло рекордно большое количество атак акулных купальщиков. У побережья штатов Южная и Северная Каролина зафиксировано 11 нападений хищниц, большинство из них в последние 3 недели. Специалисты объясняют это рядом факторов. Засуха привела к повышению солености воды, что любят акулы. Кроме того, в этих водах стало больше рыбы и морских черепах. Также растет число людей, посещающих пляжи. 4 июля в США отмечают День независимости. Правоохранители и военные по всей стране находятся в состоянии повышенной готовности. Власти опасаются терактов. Хотя, как подчеркивается, пока нет достоверных данных о том, что террористы намереваются нанести удар. President salutes as a